Sabirabadda 16 yaşlı gəlinin qətlə yetirilməsi ilə bağlı daha bir təfərrüat məlum olub. Oxu Azın xəbərinə görə, qətl hadisəsindən sonra gəlinin anası yoxa çıxıb. Sonuncu dəfə qadın qızı qətlə yetirilən gün evində olsa da, hadisədən sonra o yaşadığı evdən çıxıb və bir daha həmin ünvana qayıtmayıb. Qadının harada olduğu haqda dəqiq məlumat yoxdur. Qonşularının dediyinə görə, sonuncu dəfə onu qətl hadisəsi baş verən gün səhər saatlarında görüblər. Həmin andan etibarən qadından məlumat yoxdur. Hadisədən sonra Şirvan şəhər icra hakimiyyətinin nümayəndələri həmin ünvana gəlsələr də, onu tapa bilməyiblər. Xəbərə görə, qadın həmin vaxtdan sonra başqa ünvana köçüb. Qeyd edək ki, mayın 20-sində Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində 2009-cu il təvəllüdlü Nuranə Ələkbərovanın meyiti tapılıb. İlkin araşdırmalarla 2004-cü il təvəllüdlü Seyid Rəsul Talıbzadənin mayın 18-də rayonun Güdəcür kəndi yaxınlığında yerləşən meşəlik ərazisində aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı Nuranə Ələkbərovanı qəsdən öldürməsi və meyitini suya atmasına əsaslı şübhələr müəyyən olunub. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 121-ci maddəsi ilə cinayət işi başlanıb. Seyid Rəsul Talıbzadə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.